Qərbi Azərbaycan icmasının Sumqayıt şəhər nümayəndəliyinin idarə heyətinin üzvləri və Gənclər Təşkilatının nümayəndələri, görkəmli dövlət xadimi, yazıcı, dramaturq, publisist və ictimai xadim Hidayət Orucovun məzarını ziyarət ediblər. Anım mərasimi zamanı Hidayət Orucovun əziz xatirəsi dərin ehtiramla yad olunub. Məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Tədbirdə çıxış edən Qərbi Azərbaycan icmasının Sumqayıt şəhər nümayəndəliyinin sədri Ramiz İsmailov bildirib ki, Hidayət Orucov ömrünü Azərbaycan dövlətinə və xalqına həsr etmiş, görkəmli ziyalılardan biri olub. Onun sözlərinə görə Hidayət Orucov dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli mənəvi dəyərlərin qorunması və Azərbaycançılıq ideologiyasının təbliği istiqamətində mühüm xidmətlər göstərib. Qeyd olunub ki, Hidayət Orucov Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi, onların tarixi yaddaşının yaşadılması və doğma yurdlarına qayıdış hüququnun beynəlxalq müstəvidə tanıdılması istiqamətində ardıcıl fəaliyyət göstərən ictimai xadimlərdən biri kimi yadda qalıb. Çıxışlarda vurğulanıb ki, onun zəngin ədəbi yaradıcılığı, publisistik irsi və ictimai siyasi fəaliyyəti Azərbaycan cəmiyyətində hər zaman yüksək qiymətləndirilib. Doğma yurd yerləri bağlılığı, milli kimliyin qorunmasına verdiyi töhfələr və vətənpərvərlik mövqeyi bugün də gənc nəslə örnək göstərilir. Tədbirin sonunda iştirakçılar Hidayət Orucovun xatirəsinin daim ehtiramla anılacağını, onun dövlətçilik ideyalarına, milli mənəvi dəyərlərə və Qərbi Azərbaycan həqiqətlərinin təbliğinə verdiyi töhfələrin heç vaxt unudulmayacağını bildiriblər. Sumqayıt TV-ni izlədiyiniz üçün təşəkkür edirik. Kanalımıza abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərhlərdə bölüşməyi unutmayın.